Salam əziz abituriyentlər. Bugün fizika ümumi sınaqlar toplusundan sınaq 5-in izahına baxırıq. Birinci sualdan başlayaq. 1. Cisim sürət zaman qrafikinə əsasən 10 saniyə ərzində orta sürətin təyin. Orta sürət düsturunda V orta bərabərdir. S ümumi gedilən yolun T ümumi zamana olan nisbəti. Ümumi gedilən yolun ümumi zamana nisbəti. Burada ümumi gedilən yol VT qrafik altında qalan sahədir. S bərabərdir. S fiqur. Fiqurumuz trapesiyadır. Trapesiyanın oturacaqları 10 plus bu isə 6. Bölək 2, bura hündürlüyü 13. Bu eləyir 104 metr. Bizim V orta sürətimizi təyin etsək 104. Ümumi zamanımız 10. 10 saniyə. Bu da 10,4 metr bölək saniyə qiymətini alır. Birinci sualımız D variantı 10,4. 2. Cisim şəkildə göstərilən qüvvələrin təsiri altında düz xəttli bərabər sürətdə hərəkət edir. Düz xəttli bərabər sürətdə, yəni yekunda əvəzləyici qüvvənin qiyməti 0 olmalıdır. Cisimə təsir edən sürtünmə qüvvəsinin qiymət və istiqamətini müəyyən edin. Biz ümumi olaraq burada əvəzləyici qüvvəni tapaq və sürtünmə qüvvəsini onun əksinə götürək ki, bu cisim yekunda düz xəttli bərabər sürətdə hərəkət etmiş olsun. 3 Newton, 7 Newton sağa, 10 Newton sağa. 10 Newton sola, bunların əvəzləyicisi 0-dır. 10 Newton aşağı, 7 Newton yuxarı. Deməli, bizim əvəzləyici qüvvəmiz aşağı 3 Newton yönəlir. Biz sürtünmə qüvvəsinin hərəkətin əksinə 3 Newton götürsək, yekun əvəzləyicimiz 0 olar. 3 Newton yuxarı. Yəni, düz xəttli bərabər sürətdə hərəkət etməsi üçün. 3. Cisim K və L kənar vəziyyətləri arasında harmonik rəqs edir. Cisimin şəkildə göstərilən istiqamətdə hərəkəti zamanı onun sürət və təcili necə dəyişər? Tarazlıq vəziyyətindən uzaqlaşanda əvəzləyici qüvvənin qiyməti artır, təcil artır. Tarazlıq vəziyyətindən uzaqlaşdıqca sürət azalır. Artan təcillə yavaşlayan təcilimiz artır, sürətimiz azalır. D variantı. 4-cü sual. Qaba bir-birinə qarışmayan və ümumi hündürlüyü 4h olan 2 maye doldurur. Mayelərdən birinin sıxlığı digərindən 2 dəfə böyükdür. Məlum məsələdir ki, aşağıdakı sıxlığı böyük olar. 2 rho yazaq, yuxarıdakına rho deyək. A nöqtəsinin hidrostatik təzyiqin B nöqtəsindəki hidrostatik təzyiqə nisbətən tapın. A nöqtəsinin dərinliyi h-dır, sıxlığı rho-dur. PA bərabərdir. Rho vura h. Buna P deyək. B nöqtəsini tapmaq üçün yuxarıdakı mayenin yaratdığı təzyiqi ayrı hesablamalıyıq. Burada 2 rho GH. B nöqtəsində isə 2 rhoya uyğun H hündürlük var. Bu da 2 rho GH. Ümumi olaraq B nöqtəsində 4 rho GH var. Bu da 4P deyə bilərik. Və bizdən A nöqtəsində hidrostatik təzyiqin B nöqtəsinə olan nisbəti PA bölək PB, P bölək 4P. 4-də 1. Cavab B variantı olar. 5. Gücü 3 kW olan mühərrik 150 kg kütləli cismi sabit sürətlə 20 metr hündürlüyə neçə saniyə qaldırar? Bu zaman ağırlıq qüvvəsinə qarşı görülən iş mgh və bu vaxta sərf olunan zaman T. Bu verir bizim mühərrikin gücünü. T-ni buradan tapsaq T bərabərdir mgh bölək n. M-miz 150, G-miz 10, H-ımız 20 metr. Bölək n-imiz 3 kW. 3 vuran üstü 3 yaza bilərik. Bu da eləyir. Deməli 10 saniyə. 6. Cədvəldə sabit kütləli ideal qazın 2 müxtəlif halına uyğun hal parametrlərinin qiymətləri verilmiş. Boş xanaya uyğun temperaturun qiymətini hesablayın. Sabit kütləli və P konstant ifadə baxsa P1, P2-yə bərabər. İzobar sıxılma. Temperatur deməli burada V1-in V2-yə, T1-in T2-yə düz asılı olmalıdır. V1-imiz 4 bölək 2 bərabər.
200 bölək T2. T2 ilə bərabərdir 100 Kelvin. V'miz neçə dəfə azalıbsa, T'miz də o qədər azalmalıdır. Rəqs kontrolunda açar bir vəziyyətdən iki vəziyyətinə keçirildikdə elektromaqnit rəqslərinin periodu necə dəyişər? Elektromaqnit rəqslərinin periodu T bərabərdir 2pi kök altında L. Burada L'miz sabit saxlamaqla deməli kondensatorun tutumu dəyişəcək. Əvvəlcə 4C-yə birləşib, buna T-dirsə, C-yə birləşən 4 dəfə azalır. C-nin qiyməti 4 dəfə azalırsa, T kök 6 düzdür C ilə 2 dəfə azalır. 8. İdeal istilik maşınının qızdırıcıdan aldığı istilik miqdarı 40 kilojoule, yəni bizim Q1'imiz 40 kilojoule'dur. Soyuducuya verdiyi istilik Q2 bərabər 20 kilojoule'dur. Maşının faydalı şəmsalını hesablayın. ETA bərabərdir Q1 minus Q2 bölək Q1. 40 minus 20 kilojoule'lar nəzərə alınıram, çünki hamısını da ixtisar edəcəksiniz. Bölək. Deməli 40 bıraq 100. Bu da bərabərdir. 2-də 1 var 100, 50 C variantı. Hərəkətdə olan cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olduqda cismin getdiyi yolun zamanaslı qrafiki düzgün təsvir edir. Hansı qrafik düzgün təsvir edir? Əvəzləyici sıfıra bərabərsə cisim düz xəttli bərabər sürətlə hərəkət edir. A bərabərdir 0, V bərabərdir konstant. Yəni T'dən düz asılı olur. 10. Əks işarəli Q1 müsbət 25 Q, Q2 mənfi 15 Q yüklər bir-birinə ilə yüklənmiş iki eyni radiuslu metal kürə toxundurulub ayırsaq. Eyni radiuslu. Eyni radiuslu olduqda Q1 ştrix bərabərdir Q2 ştrixə. O da bərabər Q1 plus Q2 bölək 2. Biz indi buradan 25 plus mənfi 15 bölək 2. 10 bölək 2 müsbət 5. D variantı. 11. Hər üç şəkildəki maqnitlə bir cinsdir. Şəkil 1-dəki dinamometrin göstərişi 20 Newton olsa, deməli, burada şəkil 1-də heç bir maqnit qüvvəsi yoxdur. Aşağı təsir göstərən mg 20 Newtondur. Şəkil 2-dəki isə 10 Newtondur. Şəkil 3-dəki dinamometrin neçə Newton olduğunu tapılır. N iki eyni işarəli qütb bir-birini itələyir. Deməli, yuxarı yönəlmiş, yəni burada aşağı yönəlib 20 Newton, yuxarı maqnit qüvvəsi yönəlir və 10 Newton olduğu, dinamometrin 10 Newton olduğunu bilərək yuxarı yönəlmiş qüvvənin 10 Newton olduğunu bilir. Çünki dinamometrin göstərişi, F dinamometrin də göstərişi mg minus F maqnit qüvvəsi. Dinamometrin göstərişi 10 olarsa 10 bərabər 20 minus F maqnit. F maqnit də bərabərdir 10 Newton. Deməli, bu həm itələmə, həm cazibə xarakterli olacaq. Yəni 10 Newtondur maqnit qüvvəsi. Yenə aşağı 20 Newton. Maqnit qüvvəsi bu səfər aşağı yönəlir, NS qütbünü cəzb edir. 10 Newton aşağı. Dinamometrin göstəricisi bu zaman ikisinin cəminə bərabər olur 30 Newton. 12. İnduktiv müqaviməti XL və tutum müqaviməti XC olan XC üçün L-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Demək, BSD vahidi ohmdur. Müqavimətin vahidi ohmdur. Ona görə 1 hər ikisini. 1 bölək 2 pi nü C bu tutum müqaviməti üçündür. 2 pi nü L
induktiv müqavimət. Belə müqavimətə malik dövr distinkt miqdarı ayrılmır. Reaktiv müqavimətdə hər ikisi. 3, 1, 4, 2. A variantı. Cismə təsir edən hansı qüvvənin momenti sıfıra bərabər olar? Deməli, uzantısı və ya özü tarazlıqdan, ağırlıq mərkəzindən keçən qüvvənin momenti həmişə sıfıra bərabər. Burada L1 uzatsaq, müəyyən bir məsafə perpendikulyarı var F3-də, amma F2 O nöqtəsindən keçir. Bu fırlanma hərəkəti verə bilmir və momenti sıfıra, qolu sıfıra bərabərdir. Lap düzgün bu deyə bilərik. 14. Radian hansı fizik əhəmiyyətin vahididir? Dönmə bucağı, fi. Cismin yer səthindən 3h hündürlükdəki ağırlıq qüvvəsi 10 Newtondur. H deməli, bizim H'ımız burada 4R olacaq. R plus 3R. Buna əsasən cismə K nöqtəsinin təsir ağırlıq qüvvəsi neçə Newton olur? Deməli, F bərabərdir J M planet M cisim bölək R kvadratı deyə bilərik. Bu ləqəblə J. Bu bizə J-ni verir. Sərbəşmə təsiri. Deməli, 4R kvadrat, 16R kvadrat olanda J M planet M cisim bölək 16R kvadrat olanda bu 10 Newtondur. F L nöqtəsi, F K nöqtəsində J M planet M cisim bölək R kvadrat yalnız öz radiusuna bərabər. Bu 16 dəfə 10-dan böyük 160 Newton olar. Udulan foton dalğa uzunluğu 3 dəfə artarsa verilmiş metaldan elektronun çıxış işi necə dəyişər? Dəyişməz. Çıxış işi qırmızı sərhəddən yanma metalın növündən asılıdır. 17. Doymuş buxar bir halından 2 halına keçdikdə temperaturu necə dəyişər? Bir halından ki, doymuş buxar deməli, temperaturla konsentrasiya, sıxlıq və təzyiq düz asılıdır, həcmdən asılı deyil. Deməli, temperatur sabit qalanda həcmi dəyişsək, konsentrasiya dəyişməz. Deməli, temperatur burada dəyişməyib. 18. Elektrik cəryanının gücü hansı cihazların köməyi ilə təyin etmək olar? Cəryanın gücü P bərabərdir IU. Əgər əlimizdə wattmetr yoxdursa, biz ampermetr və voltmetr qoşulmuş dövrədə gücü hesablaya bilərik. 1 və 3. Əgər elektrik sayğacı və saniyə ölçən də olsa, yenə ölçə bilərik. Çünki P bərabərdir A bölü T-dən istifadə edə bilərdik. Kapillər borda müəyyən hündürlüyə qalxmış mayenin səthi gəlimə misalıdır. Sigma. Hidrostatik təzyiqi P olarsa, borunun radiusu hansı ifadə ilə hesablamaq olar? Biz bunu elə kapillər borda mayenin qalxma hündürlüyü düsturundan çıxarda bilərik. H bərabərdir 2 sigma bölək rho J R. Burada bizdən radiusu soruşur. R bərabərdir 2 sigma bölək rho J H. Rho J H bizə verir təzyiqi. Ona görə 2 sigma bölək P yazmaq olar. D variantı. Və yaxud da P bərabər F bərabər sigma elə buradan da F bərabərdir P vur S düsturlarını bərabərləşdirib tapa bilərik. Kütləsi 40 kiloqram olan yük blokun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu 2 saniyə müddətinə 4 metr qalxarsa, yükün impulsunu hesablayın. Deməli, tərpənən blokdursa V ip bərabərdir 2V yük. Biz birdən V yük ipin sərbəst ucunun getdiyi yolu və zamanı bilirik. Onda V ip bərabərdir S ip bölək T. O da bərabərdir 4 bölək 2.
2 metr böl saniye. Onda V yük də bərabərdir. V ip bölək 2. Yəni 2 bölək 2 1 metr böl saniye. P yük də bərabərdir. M yük. M yük. M onsuz yükdür. M V yük. M'miz 40. Vuraq 1. Cavab 40 kilogram vur metr bölək saniye. A variantı olar. 21. Yarımkeçili diodun voltamper xarakteristikası hansıdır? Deməli, bizdə burada B variantı uyğun gəlir. Bu hissə tərs keçidə uyğundur. 22. Lorentz qüvvəsinin istiqamətini göstərin. Lorentz qüvvəsinin mənfi yük üçün tapanda, yəni ya sol əlimizi tutub əksin götürür və yaxud da sağ əl qaydasını birbaşa tətbiq edə bilər. Amma ümumi qaydamız sol əlimizdə olduğuna görə, yəni Lorentz qüvvəsi sol əllə tapılır dediyimizə görə tətbiq eləyək bura sol əlimizi və əksin götürəcəyik. Baş barmağımız bir istiqamət, deməli biz 2-ni götürür və ya birbaşa sağ əlinizi tətbiq edə bilərsiniz. Biz mənfinin əksinə götürəcəyik. 3 mühitdə şüanın yolu göstərilmişdir. Mühitlərin sındırma əmsalları N1, N2, N3 arasında hansı münasibət doğrudur? Mühitin sındırma əmsalından asılı olaraq optik sıxlığı böyük olan mühitdən kiçik olan mühitə keçəndə sınaraq normaldan uzaqlaşır. Deməli, N1 böyükdür N2-dən. İkincidə yenə üçüncüyə keçənə yenə biraz daha və tam daxilə qayıtma hadisəsi baş verir. Mühitin sərhəddi boyu yayılır. Deməli, N3 N2-dən də kiçikdir. B variantı. İşıq optik sıxlığı çox olan mühitdən optik sıxlığı az olan mühitə keçəndə tezliyi və dalğa uzunluğu necə dəyişir? Tezlik dəyişmir. Enerji və tezlik haqqında deyir, dəyişmir. Dalğa uzunluğu lambda bərabərdir. Lambda 0 bölək n. Mühitin sındırma əmsalı qədər azalır. Optik sıxlığı çox olan mühitdən az olana keçir. Deməli, sındırma əmsalı azalırsa dalğa uzunluğu artmalıdır. A variantı. Berilyum 4-9 nüvəsinin rabitə enerjisi 36 megaelektron volt olarsa, xüsusi rabitə enerjisini tapın. Xüsusi rabitə enerjisi epsilon rabitə bərabərdir. Y bölək, rabitə bölək A. Yəni, bir nöqtana düşənin rabitə enerjisini tapmaq deməkdir, xüsusi rabitə. 36 var 13 cavabı mega ilə də ifadə edə bilərik. Əslində, burada mega elektron voltla ifadə etmək olmalıdır. Deməli, 13-6 bölək 9. Kütlə dədir burada. A bərabərdir 9-dur. 4 mev. 26. Sarğazda cəryan şiddəti 5 dəfə artdıqda ondan keçən maqnit seli 80 mV artarsa, maqnit selinin başlanğıc qiymətini hesablayın. Deməli, fi bərabərdir. Eli. Sarğaz sabitdir. I ilə fi düz asılıdır. Deməli, onda biz belə deyə bilərik. I1 böl I2 I1 böl I2 5 dəfə artdıqda F1 bölək 5 F1 bərabərdir. Cəryan şiddəti 80 mV artır. I1 bölək I1 plus 80. 5 I1 bərabərdir I1 plus 80. 4 I1 bərabərdir 80-ə. I1 də bərabərdir 20 mV. Cavab 20. 27. Yuxarı hərəkət edən liftin sürətinin modulunun zamanı asılı qrafik verilmişdir. Liftdə olan 60 kg kütləli adamın çəkisini hesablayın. P bərabərdir tarazlıq vəziyyətində mg. Şaquli deməli yuxarı yönəlmişdir. Yuxarı yönəlmiş təcili tapaq. Burada A bərabərdir delta V bölək T. 20 bölək 4. 5 metr bölək saniyə kvadratı. Yuxarı yönəlgəncə P bərabərdir mg plus A. 60 vuraq.
10 plus 5, 15. Bu da 900 newton. Cavab 900. İstiyasiyalara baxaq. Sacit sabit cəryan mənbəyi, çevirici açar, kondensator və elektrik lampasından ibarət sxemdəki kimi dövrə yığmışdır. O açar bir vəziyyətinə gətirərək kondensator yüklənir. Açar bir vəziyyətində olduqda 6 voltluq gərginliklə yüklənir. 2 mikrofarad tutumu var. 2 vəziyyətinə gətirəndə açar mənbədən ayrılır və kondensator yükünü verir lampaya. Və lampa anılıq közər, yəni kondensator yüklənmiş olduğuna görə lampa bir müddət közərir və sönür. Yəni birinci sualda yazıq, kondensator yüklənmiş olduğuna görə lampa bir müddət yanır və sonra sönür. Açar bir vəziyyətində olduqda kondensatorun yükünü mikrokulonla hesablayın. Kondensatorun yükü Q bərabərdir CU 6 deməli volt. Buraq C-mizin qiyməti 2 10 üstü mənfi 6. Cavab 12. 12 mikrokulon. 30. Lampanın sərf etdiyi enerji mikrojoulda hesablayın. Bu elə elektrik sahəsinin enerjisinə bərabərdir. W bərabərdir Q kvadrat bölü 2C və CU kvadrat bölü 2. Hər ikisini yaza bilərik. Deməli, 12 kvadrat vuraq 10 üstü mənfi 12 bölək 2 var. 2 var 10 üstü mənfi 6. Bu da eləyir 36 mikrojoule. Cavab 36. Belə. Deməli, sınav 5-in də izahına baxdıq.